الرحمن الرحيم ولقد بعثنا في كل أمة رسولا أن اعبدوا الله واجتنبوا الطاغوت فمنهم من هدى الله ومنهم من حقت عليه الضلالة فسيروا في الأرض فانظروا كيف كان عاقبة المكذبين إن تحرص على هداهم فإن الله لا يهدي من يضل وما لهم من ناصرين وأقسموا بالله جهد أيمانهم لا يبعث الله من يموت بلى وعدا عليه حقا ولكن أكثر الناس لا يعلمون لتبين لهم الذي يختلفون فيه وليعلم الذين كفروا أنهم وليعلم الذين كفروا أنهم كانوا كاذبين ولقد بعثنا في كل أمة رسولا
أن اعبدوا الله فاجتنبوا الطاغوت فمنهم من هدى الله ومنهم من حقت عليه الضلالة فسيروا في الأرض فانظروا كيف كان عاقبة المكذبين صدق الله العلي العظيم اللهم وسلم وزد وبارك على رسول الله وآله الأطهار على رسول الله وآله الأطهار صلوات محمد. بسم الله الرحمن الرحيم الحمد لله والصلاة والسلام على رسول الله وعلى آل الله وعلى آله آل الله ولعنة الله أعداء الله من الآن إلى يوم الله وأما بعد قال الله أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم ولقد بعثنا في كل أمة رسولا أن اعبدوا الله واجتنبوا الطاغوت فمنهم من هدى الله ومنهم من حقت عليه الضلالة فسيروا في الأرض فانظروا كيف كان عاقبة المكذبين صدق الله العلي العظيم. السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين جميعا ورحمة الله وبركاته. Salam olsun Hüseyin'e, salam olsun Hüseyin oğlu Ali'ye, salam olsun Hüseyin'in balalarına, salam olsun Hüseyin'in taraftarlarına, sahabelerine ve Allah'ın rahmeti olsun cemii onların üzerine. Okuduğum ayet Kur'an-ı Kerim'den Nahl suresinin 36. ayesidir. Kur'an-ı Kerim'de beşer kelamı olmayan, insan düşüncesiyle katışmayan, insan tecrübesinden neş'etlenmeyen, insan ilminden, biliğinden meşalenmeyen Kur'an'ın, yani Allah kitabının
Nəhl surəsinin 36-cı ayəsi. Mən hər mövzuda danışanda, hər dəfə danışanda Qur'anın xüsusiyyətlərinə işarə eləyirəm. Ona görə ki, söhbətimizin əvvəlində, olar ki, əvvəldən buradadırlar birinci gündən, biz mövzunu belə qoyduq ki, Qur'anı da tanıdaq. Yəni, İmam Hüseyin əleyhissalamla Qur'anın arasında olan sinxiyyət və rabitəni də görə biləyik. Bu təsəvvür yaranmasın ki, Hüseyin bir aləmdir, Qur'an başqa bir aləmdir. Bu düşüncə dağılsın gerək insanların nəzərində. Təəssüf ki, bizim qardaşlarımızın, əzizlərimizin öz içimizdə, qardaş məzhəblərdə, İslami cərəyanlarda, başqa uçeniyalarda bəzi baxışlar var, onlar səhv baxışlardır. Belə təsəvvür olunur ki, Hüseyin bir ayrı aləmdir, bu Hüseyin dəstgahı, Hüseyin məktəbi, Şiəniyə məxsusdur, bir dəstə insana məxsusdur, Quran başqa bir aləmdir. Biz deyirik, yox. Hüseyin elə Qurandır, Quran da Hüseyindir. Bu mühüm məsələ. Və düşmənin təbliğatının əsas hədəfi də budur. Hüseyinlə Quranı ayırsınlar. Quran deyildikdə, cəmiyyətdə, insanların düşüncəsində ayrı şey başa düşülsün, Hüseyin deyəndə ayrı bir şey düşünsün. Hüseyin deyəndə dünyada insanlar Hüseyin dedikdə Hüseyni rafizilərin bilsin, bir Şiə adlanan toplumun hesab eləsin, Quran deyəndə belə təsəvvür olunsun ki, başqa bir toplumun dəyəridir Quran. Biz buna qarşıyıq. Bizim bütün dəyərlərimizin epicentrində Quran dayanır. Bunu yaxşı yaddaş edək beynimizə. Şiəni bugün dünyada Quransızlıqda ittiham edirlər. Yəni bizim güya Quranla rabitəmiz yoxdur, biz Quran oxumuruq, biz Quran ayələrinə söykənmirik. Bu mühüm məsələdir. Cavan balalarımıza da bunu başa salın ki, Şiəlik Nəasnavani Qurandır. Və biz də hazırıq istənilən alimlə, istənilən Quran-şünasla, istənilən İslam-şünasla, istənilən səviyyədə bu məsələni disput eləyək və diyalog eləyək, subut eləyək ki, bizim bütün addımlarımızın arxasında Quran ayələri durur. Biz deyirik, insan zülmə tabi olmamalıdır, zalimin yanında olmamalıdır, əsası Qurandır. Biz deyirik, məzlum şəxsin tarix və bəşərin həyatında zülm olunmuşların, zülmə məruz qalmışların adların yaşatmaq, əbədiləşdirmək lazımdır. Bunun da Qur'an'da ayəsi var. Allah özü təşviq edir buna. Allah özü Qur'an'da əmr edir ki, mənim özümü, məktəbimi, yolumu, məntiqimi, iradəmi, məsləyimi yaşadan, yaddaşa gətirən, məni yada sala bilən hər bir şey şəairallahdır. Şəairallah məsələn niyə deyilir şəairallah? Quran terminidir bu. Şəairallah. Şəairallah, Allah Qur'anda Həzrəti Salih Peyğəmbərin dağın arasından yarılıb çıxmağını, o dəvəni Allah Qur'anda deyir, bu mənim şəairimdir, bu mənim şəairallahdandır, dəvə. Bu bir. Ayələri var ya, bunların bir-bir. Vaxt yoxdur da bir-bir nömrəsini deyim dəqiq.
bunun bəhsimiz deyil ona görə. Kim bəhs eləməyirsə, Qurandan dəqiq ayələri çıxardır deyərlər. Bu vaxt o həsr olacaq, uzunca gedir. Qur'anın məntiqində cansız daş da ola bilər şəair Allah. Cansız daş. Sual verərsən ki, hacı, hansı dəlillə? Harda? Mən get aç Qur'anı oxuy. Səfa və Mərva, həcdə olanlar bilirlər. Səfa bir qayanın adıdır, Mərva digər qayanın adıdır. Həcə gedənlər Həzrəti Hacərin, İbrahimin həyat yoldaşının iki qaya arasında su axtarışında 7 dəfə o yana, 7 dəfə bu yana şoğuf deyirlər buna. 7 şoğuf deyirlər buna. İki qayanın arasında İsmailə su axtaran macərasına, o hadisiyə Allah Teala o hadisəni qiyamətə qədər deyib ki, siz də Hacər kimi olun. Hünəri var bir dənə kişinin, həcə getsin. Hacərin elədiyini eləməsin, həcci batıldır. Həcci batıl deyənlər deməkdir. Allah istəyibdir ki, Hacərin məktəbi, ubudiyyəti yaşasın. Mən sual verirəm, Allah burada bir dənə məxluqun, insan övladının elədiyini əbədiləşdirib ya yox? Allah bir bəndənin elədiyini neyiniyib Quranda? Əbədiləşdirib. Neynən əbədiləşdirib? Qiyamətə qədər, sonuncu insana qədər həccə getməli olsa, Hazərin işin görməlidir ki, həcci qəbul olsun. Eləməsə həcci qəbul olsun. Düz deyil. Sual verirəm, o Hacər iki dənə qayanın arasında getdi, gəldi, İsmail üçün su axtarırdı. O qayaların adı nədir? Birinin adı Səfadır, birinin adı Mərvadır. Quranda da adları var. Allah gəlir Quranda deyir ki, qayalar məni xatırlatdığına görə sizə müqəddəsdir. Oradakı qaya ilə buradakı qayanın statusu fərqlidir. Məkkə də daşdandır, sənin tikdiyin ev də daşdandır. Niyə statusu fərqlidir? Niyə? Niyə ora minlərlə məlakə gəlir, sənin övvə gəlmir? İtlə, araq övündə olsa, vapşim et gəlməyəcəklər heç vaxt. Həndələrinə dolanmayacaqlar sənin evində. Ki, Peyğəmbər buyurur ki, وَنَوِّرْ بُيُوتِكُمْ بِتِلَاوَةِ الْقُرْآنِ. Həzrət Peyğəmbər buyurur ki, evlərinizi parıldadın, ışıqlandırın Qur'anın oxunuşuyla. Günahla yox. Evi qapqır eləmişsən. Ola bilər ki, sənin evin, varatasının ışıqları leddəndir, evin çox bahalı evdir, yuxarıdan krişanın altına qəşən ledlər seçmişsən, qəşən ledlə bəzənmişsən, bir dənə knopkanı basırsan, pəncərələrin qırağının ledi yanır, işıq çılçıraqdır sənin evin. Ola bilər. Amma Quran deyir ki, mınla evi parıldada bilməzsən. Quranla parıldada evi. Bilirsiniz, hədis var ki, o evdəki Qur'an tilavət olar, o evdəki Qur'an ədəbi və adabı və əxlaqı yaşayar, o evdəki Qur'an diri saxlanırlar, ölü yox. Əməl olunlar o Qur'ana, ailə başçısından uşaqlara qədər. Təkdə oxumaq yox, yaşamaqdan gedir söhbət. Quran yaşanılan evdən söhbət gedir. Hədisdə var ki, asimandan baxsın yer kürrəsinə, necə yerdən göyə baxıb parıldayan ulduzları görürsən, göydən də yer kürrəsindəki o evlər ulduz kimi parıldayır.
Səma əhli o evi seçir. Yəni sən ledinlə deyil. Evli çırağban eləməklə deyil. Onu heç ola bilir, ola görmür orada, düşmür heç hesab kitaba. Bu işıqdan gelmir söhbət, elektrik işıqdan gelmir. Söhbət əməllə işıqlandırmaqdan gedir. Quran deyir ki, gözlərimizə nur gəlir. Nə gəlir? Gözlərimizə lamıçqı taxırlar, megapiksel artırırlar, linza qoyurlar gözümüzə, bəzi maşınlara vururlar, yoxsa qabağımızı maşını kör edir. O nə nurdur? İnsan gözünün o nuri ışıqdır, elektrikdir, o başqa bir nurdur. O haqq və batili seçə bilmək nurudur. Ki, bəzi insanlarda o yoxdur, kördür. Haqq ilə batili seçə bilmir. İstedadını itirir. O qədər maddiləşib insan ki, materialist, na основании materialist özünü sazlavat edib ki, da onun gözü görmür da, batili əyri görür, əyrini batil, batili haqq təhkərləməndən görür. İstəsə də ailə bilməz. Dosta gəlib deyir düşmən, düşmənə gəlib deyir dost. Ayırt etmə qabiliyyəti onda itir. Buna deyirlər Qur'anda Furqan xüsusiyyəti. Kaçistvadır burada. Kaçistva Furqan. Hər bir insanda bu xüsusiyyət olmalıdır. Furqan xüsusiyyəti. Furqan yəni fərqləndirə bilmək xüsusiyyəti. Mənə yaxşı yerə aparan dostumu deyirəm ki, bu haradan gəldi? Yəni daxil aparıcı mənim içidir. Avaranı görən kimi sevinirəm. Oradasan, sən gözləyirəm bir adam podiyezdə. Gedəyirəm, kefə. Bu, əqlə batili görə bilir. Xeyri ilə şərri salıb tərsinə. Provadalar qaçışıb. Bəzən insan əqlə batildə bu cürədir. Allah Teala biz salavat zikr edək Muhammed Allah. Odur ki, biz deyirik ki, Qur'andan hansı addımı deyirik, əsasında Qur'an var. Əgər Qur'an deyir ki, əgər biz deyirik ki, məsələn, biz məzlumun yanında olmalıyıq daim, çünki Qur'an deyir onun yanındayıq biz. Çünki Qur'anda ayəsi var, o hərəkət edir. Qur'an gəlir cansız şeyləri müqəddəs hesab edir. Səfa Mərva Qur'anda müqəddəsdir. Halbuki daşdır. Heyvan aləmindən dəvə Qur'anın məntiqində müqəddəs heyvandır. Halbuki heyvandır. Mənim babam rəhmətli, Allah ölənlərimizə rəhmət eləsin. Dəvəçilik olub da o, Sovet hökumətindən əvvəl dəvə saxlayırmışlar bizimkilər. Bir 40-50 dənə dəvəsi varmış kişinin. Sovet hökuməti alıb hamısını eləyib savxoz. Dədəm danışardı ki, qışın oğlan çağında, barda, şaxda dəvə gəldi, doğdu köşə. Bala doğdu. Tövlə soyuq olduğuna görə qorxduq ki, ölər bu heyvanın balası. Götürdük onu, bükdük, gətirdik evə. Yalamadı da heyvan öz balasını. Qorxduq, ölər bu. Getdik, qoyduq evdə, bu özünə gəldi, bu heyvan xırda-xırda istinin ocağın qırağında ki, səhər açılar, hava xoşlaşar, qoyarıq anasının yanına. Səhər getirdik, götürmədi balasını. Dəvə götürmədi balasını. Hay illah elədik, götürmədi, bu da süt əmməsə öləcək, bunu biz neyiniyək, əziyyətdir bu sofqa ilə buna süt vermək, filan sağıb tezidən buna vermək, uzun bir şey. Dədəm deyir, durdu ayağa, qışın oğlan çağında, nənəm deyir, ona dedi ki, hara gedirsən, dedi, gəlirəm, Molla Kərim işini gətirin, o bilir çarəsini. Kəndimizdə bir Molla Kərim işi varmış. Gəlir Molla Kərimi getirir, deyir Molla Kərim gəldi, ibadət əhlidir deyir o. Gəldi deyir, Qur'anı götürürdü, dayandı dəvənin qabağında.
Qur'anı belə tutdu dəvənin üzünə, dedi, ay Allahın heyvanı, and olsun bu Qur'ana, bu sənindir. Bu heyvan, bala sənin özününkidir. Heç nə, öyle göstərdi, çıxdı, morla çıxdı, getdik, ondan sonra götürdü heyvan balasını. Dəvə and başa düşür, insanlar and başa düşmürlər. Təsəvvür edin, nə qədər tənəzzül edib insanlar. Qur'anın məntiqində bəzi heyvanlar müqəddəsdir, bəzi qidalar üçün Allahla əlaqəli mövzularda da onlar müqəddəslik libası geyiniblər. Bəzi insanlar varlığın ən ali yaradılışı kimdir? Ən ali yaradılışı, ən üstün yaradılış, ən fəzilətli yaradılış. Məxluq içində kimdir? İnsan. Varlığın kategoriya baxımından aşağı olan yaradılışlar Qur'ana görə müqəddəs hesab olunan bildiyi halda insana gələndə deyirlər, yox, insanın müqəddəsi yoxdur, şirkdir. Siz əlini müqəddəsi var, Qur'an dəvəni müqəddəs hesab edir. Nə var? Dəvə Allahın əmri ilə dağın içindən yarılıb çıxıb, Allah tərəfindən kafirlər üçün sübut olaraq gəlir. Bu kampaniyada bu heyvan iştirak edildiyinə görə Allah'ın cəmiyyətə sübut eləmək üçün bu sübut prosesində bu canlı heyvan iştirak edildiyinə görə Allah o müqəddəs hesab edir. Əgər bir dənə insan gəlsə bu işi görsə, niyə müqəddəs sayılmamalıdır ki? Elşad Miri, cəmaata nağıl danışırsın. Quran müqəddəs deyil, filan kəs müqəddəs deyil, filan kəs müqəddəs deyil. Allahla irtibatda ola bilən, Allahı xatırlatmaq xüsusiyyətinə malik olan cansız şeylər də müqəddəs sayıla bilər Quranın məntiqinə görə. Qaldı ki, elə insan. İnsanın məqamını siz nə hesab edirsiniz? Bu bilirsiniz nə məsələdir? Bu əslində bir dənə siyasətdir. Bu əslində bir oyundur. Bu əslində bəşəriyyətin düşmənlərinin planıdır ki, insan deyən varlığı kiçiltsinlər. İnsanın istedadlarını azaltsınlar. İnsanı kiçik bir varlıq kimi təqdim eləsinlər. Görürsünüz Avropa alimlərini. Deyirsən ki, ahval insan. Mahiyyət-i insan. Açın Karl Marx'ın Dalitzən kəşdadır gedirdilər, sevinə-sevinə. Lenin baba, Lenin can, o deyənlər. Açın o Karl Marx'ın əsərlərini, baxın görün ki, Kapital əsərində bu məlun insanın barəsində nə deyib? Deyir ki, insan, человек, это материальное существо. Maddi bir varlıqdır. Vəssalam, insan bərabərdir buna. Bu Marx'ın sözüdür insan barəsində. Gəlin Qur'ana görün, Qur'an insan barəsində nədir? Heç kitab bu cür danışa bilməz. Qur'an bir dənə peçat söz deyib insanın barəsində. وَلَقَدْ كَرَّمْنَا بَنِي آدَمْ ayədir bu Qur'anda. وَلَقَدْ كَرَّمْنَا بَنِي آدَمْ. Allah buyuruyor ki, biz Adəm övladını kərim yaratmışıq. Bu insanın maddi tərəfini demir Allah Teala. Allah insanın mənəvi, duxovni, ruhi tərəfindən danışır. Biz bunu çox kəramətli yaratmışıq. Bu insan elə şeylər eləyə bilər aləmdə ki, mat qoyar aləmi, mat. Mən bir dənə atrıfqa deyirəm Kərbəladan sizə. Yığın dünyanın bütün filosoflarını, yığın dünyanın bütün ağıllı insanlarını, yığın dünyanın ən moralni, duxovni, fədakar insanlarını, yığın dünyanın ən mənəvi insanlarını, mənə 13 yaşında uşağın sözündən üstün söz desinlər. İmam Hüseyin Aleyhisselam
12 yaşı var idi Cənab Qasimin qardaşı oğlu idi, İmam Həsənin oğlu idi. O da Kərbəlayda idi. Gəldi İmam Hüseynin yanına, dedi ki, Əmizam, mənə də icazə ver, bu xəttdə, bu yolda ki, biz qanımızı tökürük bura ki, qiyamətə qədər insanlar oyaq yaşasınlar, mənəviyyatlarının qidasını biz düzəldirik burada ki, insanlar bizlə nəşət tapıb, hidayət olsunlar, bu işdə mənim də rolum olsun. Mən də burada mənim də bir işim olsun. Həzrət buydu, nə istəyən? Dedi, icazə ver, mən də vuruşum. 13 yaşında uşağa vacib deyil vuruşmaq. Şəriətdir. İmam Hüseyin buna bir dənə sual verdi. Dedi ki, sənin 12 yaşında uşağa sual verir imam. İmam bilir bu cavabı nə verəcək. İmam istəyir ki, qiyamətə qədər ağıllıların məntiqinə söz düşsün. Özünü ağıllı hesab edənlərə imamın ümumiyyətlə Kərbalada elədiyi işlərin hamısı bir mesajdır. Bəşəriyyətə mesajdır. Çoxdur mesajı. O mesajları biz başlasaq bir-bir ki, İmam Hüseyin nə demək istəyirdi, bugünümüzə nə deyir, nə şuarlar verir, Hüseynin mesajları nədən ibarətdir? Sual budur, İmam Hüseynin mesajları ancaq o dövrə aid idi, o dövrün gözünü açmaq istəyirdi, yoxsa qiyamətə qədər İmam Hüseynin mesajları? Və bu mesajların içində nə kimi sözlər var? Nələrə işarə edib İmam Hüseyin? İmam Hüseyin bəşəriyyəti qiyamətə qədər necə görmək istəyir? Mənə gəlir ki, hər bir Hüseynsi üçün imamın onu necə görməsi maraqlıdır. Hüseynsi üçün. O saqqala soranda oraya gitmiş söylüyor. Hər bir Hüseynsi üçün bu maraqlıdır ki, imamın mənim barəsində individual olaraq imam məni necə görmək istəyir? Bu mövzunu biz işləməmişik. Biz əzadarlıq məclislərini ancaq yığışıb, sinə vurub, hay-huy salıb, bəkdən qışqırıb, çıxıb getib və s. Məsələ budur. Bura biz yığılışırıq ki, əslində imamın mesajlarını oxuyaq. Bu məclislər imam mesajı oxumaq üçün gəlinir bura. Biz gəlirik bura, iştirak edirik. Mənası budur, baxaq görək İmam Hüseyin hansı mesajlar yazıb bizə. Şəxsi həyatımıza, ictimai həyatımıza, insanlarla rabitədə, övladla rabitədə, hər sahədə imamın mesajı var. O mesajlardan birini deyirəm sizə, böyük sözdür. Mənim özümdən çox-çox böyük sözdür. İmam Hüseyin istəyirsən nə düşün Kərbalada? Logikni, lakanik və qısa. İstəyirsin ki, dininiz təhlükə düşəndə, dininiz təhlükə düşdüyü zaman, din necə təhlükə düşə bilər ümumiyyətlə? Din fikirdən ibarətdir, qanundan ibarətdir, din mədəniyyətdən ibarətdir, din düşüncədən ibarətdir, din təfəkkürdür. Bir insanın dindar olub olmamağı onun təfəkkürü ilə müəyyənləşir, namazı ilə yox. Biz elə bir də adam namaz qıldı, o müəyyənləşib bu, yox. O qədər namaz qılanlar var ki, İmam Hüseynin başını kəsənlər elə namaz qılanlar idi. Biz elə bir namaz qıldıq və salam biz keçdik də o mərhələni. Elə deyil. Düşüncə və təfəkkür yerində olmasa namazın faydası yoxdur insana. Mən tam cəsarətimlə deyirəm bu sözü. Demirəm, diqqət edin, namaz qılmayı, onu demirəm, ha, bəzilərin əlini o bəhanə keçməsin. Təfəkkürsüz və düşüncəsiz namazın insana bir faydası yoxdur. O namaz adamı gec-tez yorar. O namazdan insan gec-tez insanın zəybalanar. O namazı atacaqsan sən gec-tez. Çünki sənin o namazında təfəkkür yoxdur. Fikir işləmir orada. Namazın məntiqin başa düşmək istəmirsən. Namazın bir məntiqi budur. Namazın da mesajı var bizə. Təsəvvür edirsiniz? Qur'anın mesajları var bizə. İmam Hüseynin mesajları var bizə. Qıldığımız namaz bizə mesaj verir.
Getdiyimiz həcc bizə mesaj verir. Allah hər tərəfdən bizi tutub mesaj ateşinə, SMS ateşinə, məktublar göndərir bizə. Namaz bizi əyir ali qüdrətin qabağında, deyir, ali qüdrətin qabağında qoy başını yerə. Əslində bunun altında bir üstünə yatır, əkşi bir üstünədir. Dərini çevirirlər də, bilirsiniz də, duzlayanda. Hər fikrin çevrilmiş halı var. Çox qəribədir. Hər fikrin zadni mısır var da, çevirirsən onu. Allah ki deyir, həqiqi malikin qabağında qoy başını yerə əyir, nə istəyir bundan üçün? Bunun əks fikri nədir? Əks fikri budur ki, yaltaq olmaq. Səcdənin əksi, bunu demək istəyir sənə. Səcdə sənə demək istəyir ki, qüdrət sahibinin qabağında səcdə elə. Yalancı qüdrətlərin qabağında əyilmə. Batini budur, səcdənin batini budur. Səcdə eləməyin batini budur. Mən namaz qılıram, səcdə edirəm, pullu görən kimi qaçıram qabağına. Namaz qılıram, ibadət edirəm, müminlər var mənim ətrafımda, meçid qardaşlarımda, müminlər edir, biz meçid qardaşı daha yaxşı sözdür. Din qardaşlarıyıq. Din qardaşlarımın içində, münasibətlərimdə varlı müminlə kasıb müminin arasında fərq qoyuram mən. Səcdə də edirəm. Yəni, mənim telefonumda varlı müminin adı biraz cahcəlallı yazılıb, böyük hərflərlə, zadla, şəkil, məkildə bəzəmişəm onu. Amma kasıb mümin, aktual adam deyir axı mənsin. Mümin qardaş ki, amma o aktuallığında deyil də mənə. O, məsələn, gedib düşüb mənim kontaktımda lav axırıncı, balaca hərflərlə yazılıb. Bu səcdə, namazın səcdəsi səni belə etməməli idi. Etməməli idi. İbadətin mesajı var insana. İnsan mesajsız gəlməməlidir dinə. O dindarlıq fəsad verər. O dindarlıq Kərbalalı uşağa ox atır. Mesajsız dindarlardır hər mələ. Düşüncəsiz dindarlar idi İmam Hüseynin başını gezdirən nizədə. Onun uşağına ox atan, onun balasını at döşündə qaçırdan. Məntiqsiz dindarlığın, məntiqli dindarlıqla savaşıdır Kərbala. Kərbala meydanı o idi. Kərbala meydanı mənfəətpərəst dindarlarla Allahpərəst dindarların davası. Cəbhənin bir tərəfinə baxırsan, dindardır, alnı dəvənin davanı kimi. Hüseynin başını tutasan nizədə, yol gedəsən, azan vaxtı verilər, yanındaşına deyəsən ki, sən Allah'ını bək saxla, zöhr namazının vaxtıdır, gecikməsin namazın mənim qəzaya gedər. Bax, o məntiqsizdir. Bədbax, nizəyə vurduğun baş bilirsən nə başlayır? Bütün bəşəriyyətin səadətinin açarları əlində olan başdır. Zamanənin imamı bilirsiniz kimdir? İmam Zaman deyirsiniz ha? O bir kişidir ki, bütün insanlığın səadəti onun ətəyində. Həm mənəvi, həm maddi. Dünyanın səadəti o kişinin ətəyindədir. Biz başqa ətəklər gəzirik ki, yorğundaşıq eləyə, vıraq özümüzü o ətəklərə. Hansı ətək gezirsən sən? Bax gör, kimə tərəf gedirsən? Nəyin axtarışındasan insan? Quran hər hərəkətin, Əhl-i Beyt məktəbində hər hərəkətin bir dənə Qur'anı söhbəsi var. Biz bir hansı bir dəyəri götürürük, yaşadırıq, onu əbədiləşdiririk. Qardaş, Allah Teala özü Qur'anda daşı divarı əbədiləşdirdiyi halda biz də insanı əbədiləşdiririk. Özü o insanın ləyaqəti var əbədiləşməyə. Ləyaqətsiz insanlar əbədiləşəndə heç bu qədər narahat deyilsiniz. Hüseyin kimi adamı gətirib biz hər il əbədiləşdirəndə sizin çirvaqlarınız çıxıb narahat olursunuz ki, bunlar yenə çıxdılar ortaya məhərrəmliyi başlandı.
Bizim bir müəllimimiz var idi, Ağamoğlan müəllim. Allah rəhmət eləsin o kişi, rəhməti çox olun üstümüzdə. Fizika müəllimimiz idi. Deyir, dərsi oxuma evdə. Dedi, niyə müəllim? Deyir ki, evdə kitabı açan kimi anamla aton yıxılır yerə, başlayır çapalamağa. Sən də məcbursan, bunlar öləcəklə çapalasan, tez bağlayırsan kitabın ağzını ki, bunlar dursun ayağa. Kitabı bağlayırsan, bunlar durur. Kitab açsan, bunlar tez yıxılır, çapalaşır. Ona görə dərsləri oxumursun. İndi bəzi insanlar biz elə ağzımızı açır. Hüseyin deyən kimi bunlar çapalayır. Niyə çapalayır? Nə deyir ki, benim Hüseyin? Dünən dediklərindən birini dünən demişəm. Burada. Nə dedik? Dedi, İmam Hüseyin kimin varisidir? Ənbiyaların varisidir. Nuhun varisidir. Dedik, bu irs nədir? Maddi irsdən söhbət getmir. Bu, dəyərlərin irsidir. Düzdür? Sonra məsələni necə qoyduq dünənki məclisimizdə? Dedik, Qur'anda peyğəmbərlərin xasiyyətlərinə baxaq. Sən Allah, mən burada Qur'andan başqa bir söz danışıram, getirib çıxardıram Hüseynə. Hüseyn elə Qur'andır da. Əliyyum mə'əl Qur'an vəl Qur'anu mə'a Ali. Həzrət Peyğəmbər buyurur. Qur'an Əli ilədir, Əli də Qur'anladır. Qət edirsiniz? Bir insan Qur'anlaşa bilər. Mən bir dənə sual verim burada. Fikrim aydın olmaq üçün bu sual verirəm. Bu məntiqimizin ixtiyarına verirəm bu sualı. Allahın istək və qaydaları, diqqət edin. Allahın istek və qaydaları, Allahın insan üçün istədikləri, Allah demirəm, yaradan deyirəm ki, müasir sözdür. Allaha bəzən allergiya var cəmaatda. Yaradanın, müəllifin, xaliqin, malikin, sahibin, insan üçün istədikləri, insan üçün fikirləşdikləri, insan üçün qoyduğu qanunlar, insan üçün layiq bildiyi dəyərləri, mən sual verirəm, bir kağızın üstünə yazsaq daha üstün olar, yoxsa ki o dəyərləri bir insana köçürsək? Kitabı yəni insan halına salsaq, olar Hüseyin. Hüseyni kağız şəklinə salsaq, olar Quran. Fikrimiz aydın olur nə deməkdir bu? Və bu bütün insanlar üçün bu qapı açıqdır. Sən də ola bilərsən Qur'ani. Hər kəs ola bilər Qur'ani. Necə? Qur'anın prinsip və dəyərlərini həyatıma getirdikcə insan başa düşmür. İnsan Qur'aniləşir. İnsan varlıq aləmində dəyər tapır. İnsan varlıq aləmində aliləşir. Aliləşir, bilsin necədir, nə üçün aliləşir? Allahın dəyərləri ilə yükləndiyinə görə aliləşmə prosesi gedir insanda. İnsan gic-gic dəyərlərlə özünü yükləyir, özünü də ali hesab edir. Şeytani dəyərləri yükləmişəm bu ürəyə, şeytani dəyərləri yükləmişəm həyat tərzimə, düşüncələrim şeytani, qəlbim şeytani, yaşayışım şeytani, sonra mən alilikdən də dəm vururam. Necə ola bilər bu? İnsan Allahın dəyərləri ilə yüklənməlidir düşüncələri. Ona görə Qur'anın bir nömrə mübarizəsi bizim sağlam düşüncələrimizləndir. Heç Qur'an bizim namaza qədər hələ istədiyi şeylər var Qur'anın bizdən. Namazdır, obrusıdır. Bunlara qədər Allah Teala Peyğəmbər göndərdi, qiyamətə qədər insanların islahı üçün. Qiyamətə qədər. Peyğəmbər yəni qiyamətə qədər insanların islahını öz öhdəsinə götürən şəxsiyyət. Peyğəmbər bu islahat proqramının başında durub, bizim Peyğəmbərin şəxsiyyəti. Yaxşı. Həmən Peyğəmbər ki, bütün bəşəriyyəti qiyamətə qədər təlim tərbiyəsi bu kişinin öhdəsindədir.
O dəyərlər ki, Peyğəmbər onları öhdəsiliyi götürüb, bütün insanları ötürməkdir, aliləşdirmək üçün hamısının məntiqi izahı var. Sən soruş, mən deyim, sən soruşmursan axı. Mən sual vermənə ki, insan həyatında ibadətin zəruriyyəti nədən ibarətdir? Sualdır da, bu elmi sualdır. Dindar olmayaq biraz da. Düşüncəli məntiq sahibi olaq. Savadlı olaq, savadlı sual verin. Deyir ki, insan həyatında ibadətin nə əhəmiyyəti var ki, nə zəruriyyəti var ki? İnsan ibadət eləsə nə olacaq, ibadət eləməsə nə olacaq? İbadətin verdiyi xeyirlər nədən ibarətdir? Ziyanı nədən ibarətdir? Aya görürsən ziyanı var ya yoxdur. Mən ibadət elədim nə qazanacağam, ibadət eləməsəm nə qazanacağam? İbadətin insan həyatında faydaları nədən ibarətdir? Yaxşı, başqa şeylərin faydasıyla maraqlanırsan, heç faydasız olan yemeği marketdən almışsan. Bir dənə adam desin ki, mən gedib girəcəm Lentiya, gedib girəcəm Monetkaya, gedib girəcəm, nə bilim, obrisi dükanlara, süpermarketlərə, gözümü bağlayacağım, əlimi atacağım bir qıraqdan, nə gəldi, yığıb atacağım, bayra çıxan verəcəm, nə qədər eləyir, kartanı qoyacağım, onu götürəcəm. Bayada nə çıxdı kloka. Belə bazarlıq eləyən görmüsünüz. Dəlidir bu, yağınlı. Nə yaxşı qarnıma yediyin şeyləri belə diqqətlisən, sirokran iynəsinə baxırsan, orasını söylürsən, bu yeməli şeylər daxil. O sən ziyan ola bilər. Yaxşı, bəs əqidədə sən hansı əqidə ilə yaşayırsan, onun sirok qodun baxmırsan. Sən insan həyatını müvəqqəti bilənlərdən olacaqsan, ya əbədi bilənlərdən olacaqsan, bunun sirok qodun yoxdur. İki dənə məhsuldur. Bax, insan hər halda iki seçim qarşısındadır. Həyatı barəsində, öz həyatı barəsində iki cür düşüncədə ola bilər. Üçüncü düşüncə yoxdur. Ya sən deməlisən ki, mənim əzizim, insan əbədi varlıqdır. İnsan Allahdan gəlir, Allaha doğru gedəcək. Allah əbədi olduğuna görə insan əbədiyyətdən nəşət tapır, əbədiyyətə doğru gedəcək. Bərabərdir insan əbədiyyətə. Gələ belə deyəsən. Gələ deyəsən ki, yox, insan əbədi varlıqdır. İnsan başlayır ana bətnindən, bitir qəbirdə. İnsanlar bugün ya bu düşüncəyə sahibdir, ömür barəsində, ya da o düşüncə. İki dənə məhsuldur, iki dənə piçenlidir. İkisi də marketdən aldığım piçenlilər. Bir, bunu söndər, bunun qod sirokuna bax da nə yiyirsən. Görürsən, insanlar obrisi məhsulu yiyir, onunla yaşayır, o əqidə ilə yaşayır. Müvəqqətidir, baxandır deyir, canı qutardı, hara qutardı? Sən ömrü qəbrəcən bilənlərdənsən. Mən elə deyirəm. Mən Quran dediyi kimi məsələyə baxıram. Quran necə baxır məsələyə? Quran deyir ki, insan ömrü qəbirlə bitmir, əksinə qəbirlə başlayır. Bəzi insanlar var aləmdə. Bunlar varlıq barəsində düşüncələri budur ki, varlıq təsadüfdən əmələ gəlir. Varlıq xəzri, gilavar, əsib, oradan buradan bu varlıqlar elə özləri bir-birinə yapışır, molekullar, quruluşları, iradələri yoxdur, bir şeylər yoxdur. Elə kim necə gəldi, xaotik bir yaradılışdır, xaosdan hikmət yaranır, xaosdan hikmət yaranır. Çünki varlığın hikmətli olmasını heç bir ağıllı adam inkar eləməz, inkar eləsə deyərlər dəlisən sən, yergi düşünməməz. Bu boyda qarmoniyanı sən bu aləmdə görmürsən, körsən. Sən görmürsən, sən bu boyda ət qoyublar ürəyimin içində, iki dənə qaburğanın arasında getirib qoyublar ora. Bir fikirləşmirsən, bu neçə ton qan vurur, saniyədə nə qədər qan vurur. Gəl elə bir dənə motor tat götürür, gəl o qədər vura bilən var. Neçə ton qanı fırladır sənin bədənində. Oturub fikirləşməmsən, bu təsadüf ola bilər. Gözünə bir baxmırsan, nə prosesi gedir sənin gözündə hər gün.
barmağını, canını. Allah Teala bu ki Quranda deyir, hay balam, nə baxmırsınız öz yaradılışınıza, sizdən kənarda olan yaradılışlara niyə bir baxmırsınız? Keyfə xuliqət. Allah necə yaratdığımı görmək istəmirsiniz? Oxuyun da bu şeirləri. Şeirdir də bunlar. Aləm şeirdir də. Allah deyir, baxmırsınız bu yaradılışa. Təsadüf ola bilər bu. Nə danışırsınız? Varlığı, xilqəti, təsadüfü bilən adamın sözü də təsadüfdür. Özü də təsadüfdür. Fikri də təsadüfdür. Yaşayışı da təsadüfdür. Heç bir xeyri adam ola bilməz o. Çünki bu kökdən vurulur. Bu varlığı təsadüf hesab edir. Bu hər şey təsadüf üçün baxacaq. Quran deyir ki, iki cür insanlar iki hissəyə bölünür. Aləmə təsadüf baxışı ilə baxanlar, bir dəstə də aləmə hikmət əsasında baxanlar. Gözün iki dənə məhsuldur. İndi bax özünə görsən hansını qəbul eləmirsən. Hansı təfəkkür sənin şəxsiyyətinə hakim kesilib? Sən varlığı təsadüf bilənlərdənsən, ya varlığı hədəfli bilənlərdənsən? Sən ömrü ana bətnindən qəbrə qədər, roddomdan qəbristanlığa qədər hesab eləyənlərdənsən, özünə sual verir. Yoxsa hansındansan, hansı evin övladısan sən? Apredilət eləyilən özü, sən hansı düşüncənin daşıyıcısısın? Quran deyir ki, buradan başlayaq. Namaz nədir? Dağıtırsınız, yığıb getirirsiniz, mənfi düşüncəli insanları yığırsınız namaza, getirirsiniz namaza, göndərirsiniz Kərbəlaya, göndərirsiniz, hətta gəlirlər sonra başlayırlar hoqqa vermir. Sonra da düşürsünüz dinin üstünə ki, din deyir, budur da, həzi də, qardaş, bunu sən getirdin, saldın da bura. Bunun düşüncələrini düzəltmədin axı sən. Bu dünən rüşvətxor idi, bugün gəlib olub həci. Sən elə əlbə bəhanə lazım, çöp lazım idi sənin əlbə ki, bir nəfər belə olsun, bunu meyyar eləyəsən, vurasan Allahın dinini, vurasan Allahın Qur'anını, vurasan Allahla çıxasan mübarizəyə, bunları göstərəsən. Hələ bir əlbə bəhanə düşür. Sən bunları göstərsən Allahın vurasın. Bilmir insanlar nə iş görür. Bir belə düzü aləmdə düz bir dənə adam tapmadın da sən, hə? Harada kəllə məğlab gedən molla var, get. Xəstəsən də, sən xəstəsən. Bəhanə getirirsən bunları. Allah da bir bəhanə deyək, qardaş. Bir belə aləmdə sən Hüseyni görmürsən, 13 yaşında uşağı görmürsən, İmam Hüseyin deyir, axı sən ne üçün gedib orada şəhid olmaq istəyirsən? Necə qoşulursan? Bala ömrüm qabardadır, 12 yaşım var. İmam Hüseyin istəyir dünyada məntiq sındırsın. Dünyavi insanların düşüncələrini sındırır Hüseyin bir Kərbəlada. Dünya üçün canını, hər şeyini verən adamlara dərs verir İmam Hüseyin ki, 80 yaşında olub dünyapərəst olmaqla döyür. Bir daha bax, 13 yaşında uşağı. Gör nə edir burada? Ya Qasım, nə üçün ölmək istəyirsən? Cavaba bax. Buyurur ki, əmmi, mənim əmim, ay əmim, ilahi dəyərlər üçün Allah yolunda ölmək mənim üçün baldan şirindir. Əhla min əsəl. İndi mən sizə sual verirəm. Bəşəriyyətin yolunda, ümumun yolunda, insanların yolunda, cəmiyyətin yolunda, yəni Allahçılığın yolunda fədakarlıq edib, və bu fədakarlığı baldan şirin hesab eləyən bir cəmiyyətin, gəncinin qabağında nə deyana bilər? Sual verirəm sizə, balaca hədəfi vurmaq asandır ya böyük qabaritdə? Yanmışam burada, 200 metre yapaqla 250 kiloluk boçka qoyurlar.
Boçkanın üstüne də alma qoyublar. Mənə deyirlər ki, vur bunlardan ikisini. Ya boçkanı, ya almanı. Almanı vurmaq asandır, ya boçkanı. Qabaretdə hansı böyüdür? Nə var boçkanı vurmaq? Vura bilirsən, almanı vur. Almanı vurmuşsan, saplağın vur. Görün, vura bilirsən, 200 metrdən saplağın. Rahatı nədir boçkanı vurmaqda? Düz deyil. İndi mən sual verirəm sizə. Düşmən niyə İmam Hüseyin əleyhissalamın, sual verirəm sizə, bu burada sinəsini qoymuşdu? Balaca kişi oluyor İmam Hüseyin əleyhissalam. Vurduğu ayağa durmurdu. İmam Hüseyin'in bu burada sinəsini qoyub düşmən. Bu boyda boğazı olan 6 aylıq uşağın boğazını nişan alır. Niyə? Sual vermişsən bunu özünə. Deyim də cavabını. Çünki düşmən bilir ki, İmam Hüseynin 57 yaşı var. Yaşdaşır bu. Gedir. Bunun üzü o tərəfədir. Qucağındakı böyüyüb bir dənə Hüseyin olacaq. Ona görə boğazı nişan alır düşmən. Sual verirəm, düşmən bugün sizin hara uzun nişan alır? Mən deyim sizə, baba uşaqlar var, uşaqlar var, 13, 12, 14 yaşında uşaqlar. Özdə siz Rusiya kimi bir cəmiyyətdə yaşayırsınız. Lazım deyil bir dənə uşağı yıxıb yeri, boğazını kesəsən, başını kesəsən. Lazım deyil bir dənə uşağın ulğumuna, məsələn, 3 şobəli oxla vurasan, tikəsən atasının əlinə. Vallahi billahi evimizin içində olan uşağın əgər əxlaqını, əgər onun dünya görüşünü, əgər onun düşüncə tərzini, əgər onun qəlbini, əgər onun həyat tərzini korlayacaq bir mədəniyyət varsa, hər mələnin oxundan betərdir. Sən İmam Hüseyinə ağlayırsan, evində uşağın əlindən çıxır. 5 ildən sonra bir görürsən ki, bu olub mortami. Var. Tərbiyəsi getdi. Xüsusən də bu ölkələrdə yaşayan həmvətənlərimizin qız uşaqlarının tərbiyəsi təhlükə altındadır. Oğlanlar belədir ki, bir şey başa düşüb, bir çıxa bilərlər vəziyyətdən. Bu qız uşaqlarının aqibəti nə olacaq? Bir dənə şəhərdə, bir məntəqədə cavanların, uşaqların dünya görüşü ilə məşğul olan, cavanların, uşaqların sabahı ilə məşğul olan, bir dənə meritpriyasiya olan bir dənə şey yoxdur bir məntəqədə. Bu nə ola bilər? Vallah bugün Hüseyin sizdən bunu istəyir. Hüseyin deyir ya. Və Hüseyin. Hüseyin niyə şəhid olub ki? Hüseyin şəhid olub dəyərlər yaşasın. Varisül Ənbiya Hüseyin, gəldik Qurana, baxdıq Quranda gördük ki, peyğəmbərlərin hamısının həyatında bir dənə sujet xətti var. Kaçistva var. Bir dənə xasiyyət var. Bütün peyğəmbərləri birləşdirən bir dənə xüsusiyyət var Quranda. Oxusaq əgər Quranı görərik. Bu nədir? Təslimiyyət. Allahın, Yaradanın qarşısında, Yaradanın iradə və istəyinin qarşısında o iradə və istəyə təslim olmaq, hətta ürəyin istəməsə də Allah bir başdır. Buna deyirlər təslimiyyət. Bu imandan yuxarı məsələdir. Allah nə deyir təslimdir? Əyyub peyğəmbərin misalı. Əyyub təslimiyyət simvoludur Quranda. Həzrəti Əyyub. Həzrəti Əyyubun həyatına baxsınız, sujet xətti Əyyubun, övladları alınır, yoldaşı rəhmətə gedir, malı alınır, hər şey çıxır əlindən, bədənini xəstəliyi basır, qurtlar gəlir basırlar, bədənində diriliyi yoxdur. Əyyub götürürdü yerdən, qurtu qoyurdu əlinin üstünə. Dedim, nə düşdün yerə, biraz mənə həzz verir Allah yolunda, bu yaxşıdır. Düşmə. Bu təslimiyyət ruhiyyəsidir, təslimiyyət dərsidir bu.
Əyyub təslim olmaq dərsi verir bəşəriyyətə. Yaradana təslim olmaq mədəniyyəti öyrədir. Dünən biz təslim olmağın misalını İmam Hüseyndən vurduq. İmam Hüseyin bütün peyğəmbərlərin təslimliyin yığasan, Hüseynin təslimliyini sata bilməz Kərbala. O təslimiyyət hamısı gəlib İmam Hüseyindən dərs oxumalı. Təslim necə olmaq lazım? Bütün peyğəmbərlərdən Allahın aldığı imtihan, təslim deyə təslim deyil imtihanını. Bir gündə hamısını İmam Hüseyindən Allah imtihan edir. Yəni Kərbəlada Əyyubun da imtihanı var idi. İbrahimin de imtihanı var idi. İsa'nın da imtihanı var idi. Nuh'un da imtihanı var idi. Bütün peygamberlerden ki Allah Teala ayrı imtihan eləmişdi. Ve bunlar o imtihanlardan çıxıb təslim olmaqlarını subut eləmişdilər. Ayrı imtihanlarla. Olan hamısını Allah yığdı bir yere, bir günde İmam Hüseyin'den istedi. İmam Hüseyin de verdi. O imtihanı verdi. Elə ki verdi, adı oldu Əba Abdullah. Ya Əba Abdullah. Ne demeydi Əba Abdullah? Abdullah yani Allah kulu. Əba Abdullah. Əba Abdullah. Allah'a kul olanların atası. Şahı. Hüseyin kimi heç kəs Allah'a ubudiyyət göstərebilmez. Allah karşısında elə bir təslimiyyət göstərib ki İmam Hüseyin. Allah bu adı yaşadır. Düşman istemese. 20 milyon olur 30 milyon. 30 milyon olur 40 milyon. 40 milyon olur 50 milyon. Düşman narahattır. İnsanlar niye gelir Hüseyin'e tərəf? Ne var bu Hüseyin'de? Biz bu kadar dünyanı bəzəmişik. Qumarla, ləzzətlə, keyflə, eşlə, işrətlə, narkomaniya bu insanları bəziyirik. Gəlsinlər də bu insanlar aşkı, bunlar gedirlər, bu narkomandır, ərbəyin gəlir, dodaqları sallana, gedir İmam Hüseyin'i ziyaret edir orada. Bunu biz narkoman elədik, bu gün Hüseyin'lə əl çəkmədə. Başa düşmürük, bu nədir? Qardaş, Allah böyüdür İmam Hüseyin'i. Çünki İmam Hüseyin özünü ona əsr edir. Bugünkü dəyəri mən deyirəm, gələn bəhslərdə imkan olsa bunu biraz geniş danışarız. O dəyəri ki, Qur'anda ənbiya və peyğəmbərlərin xüsusiyyətlərindəndir və Hüseyin ona varisdir. Onlardan biri de budur. Bir salavat zikr edeyik. Allahümme salli ala Muhammed ve ali Muhammed. En i'budullah iki vaçtenibut tağut. İki tane değerli Kur'an'da. Ayəni deyirəm, kəlmə tərcümə edirəm. Baxın, görün, Qur'anda peyğəmbərlərin barəsində ümumi deyilən xasiyyətlərdən biri nədir? Baxın, vələqət şübhəsiz ki, bəəsə, üzrüstəm, vələqət bəəsna, Allah deyir ki, şübhəsiz, biz seçdik, Allah deyir Qur'anda. Biz, mən, mələikələr, mənim ətrafım, mənə aid olanlar, biz qərar verdik, qərarlaşdıq, seçdik. Neyi? Fi kulli ümmətin bütün ümmətlərə Rəsulən bütün ümmətlərə seçdiyimiz peyğəmbərləri biz göndərdik. Neden ötəri? Niçin seçdik bunu? Vələqət bəəsna. Şübhəsiz ki biz seçdik. Fi kulli ümmətin. Bütün ümmətlər üçün peyğəmbərlər. Ne üçün? Nağıl danışmağa. 124 peyğəmbər gəlib
cəmaatın ürəyini ələ alıb, dost, qardaşın yalandan ağlayıb 2 milyon getdi, birini atdı, Allah'dı. Mənə bir dənə tarixdən nümunə götürün ki, bir dənə peyğəmbər, bir dənə kişini Allah'dır. Dünyanın her de fırıldak adamı var bugün ha. Kulağının dibinden tük aparanı. Onu getiriblər bugün dünyada böyük bir dənə adam edib. Trump. Dünyanın en fırıldak adamı diyor. Dünyanın en fırıldak taciri diyor. Bir böyle pul olar. O necə qazanır böyle pul? Allah'da. Makinasya diye. Yalansız da bu adam. Sadece dünya yalancıların elindədir də bugün. Bir dənə peyğəmbər göndərin ki, gəlib istifadə edib özüsün tükanası, gəlib özüsün istifadə edib ev tikib, villa tikib, gəlib özüsün istifadə edib bahalı miniyin ən bahalısını giyinib. Bir dənə peyğəmbər gətirin, mən bu dindən çıxmasam qulağımı kəsərəm. Ay kişi, Allah getirir Kur'an'da deyir ki Süleyman'a biz mülk verdik. Hazreti Süleyman'a Allah deyir ben mülk verdim. Hakimiyet verdim, rezidensiya verdim, saray verdim. Cinleri verdim ihtiyarına, pulları verdim ihtiyarına, külli alemi verdim ihtiyarına. Hazreti Süleyman, bu Hazreti Süleyman hükümetin pulundan bir qəpik deyilməyib. Deyərsən Süleyman neyle dolanırdı? Sizdə neyle dolanırdı? Zəmbil toxuyurdu qamışla. Akşamlar zəmbil toxuyurdu, satdırırdı, onunla dolanırdı. Camaat mənə hörmət edir, mən burada bir dənə villa. Camaat mənə deyir, qəhrəman, mən orada bir dənə villa. Hə, yox, hələ bir 10 il zapasım var. Bunlar hələ aile biziylə, bir 10 il elə məni yaxşı hesab edəcəklər. Mənəvi hesab edin, mən biraz da ev tikdirim, biraz da artırım, biraz da xarici ölkələrdə yer alım, adaları alım, insanları alım, dəvələri alım, aşım, alır elə yalnız. Bir dənə peyğəmbər tapın, belə yaşayıb. Yoxdur. Yaşamayıblar diye ne bunları tutup başını kesildi. Bu dünya bu dünyadır da yaşamayanları belə eləyirlər. Bunlarla oyun oynayanları değer hesab edirlər. Ona göre Allah Yasin suresinde buyurur ki İttebi'u men la yes'elukum aleyhi ecren fehum muhtedun. Yasin'dedir bu ayet. Allah Teala bir şey habbet bak insanlar. Tabe olun, itaat edin, sözüne kulak asın, ehtiram gösterin, yanında dağ kimi dayanın, arkasında durun, kömek edin. Kimi? O şahsı ki sizin için elədiklərinin əvəzində sizden pul istəmir. Qiyamətə qədər Hüseynin məktəbində milyonlarla insan gedəcək cənnətə. Amma Hüseyin birindən bir şey istəyir. Qurban olun İmam Hüseynə. Gəldi Kərbəlaya. O Hüseyin ki, qızıl qanı töküləcək o torpağın üstünə ya. Balalarının qanı töküləcək ya o torpağın üstünə. O torpağı İmam Hüseyin öz pulu ilə aldı. Belə ağa taparsınız, jestə baxırsınız. Qiyamətəcən gələcək, iş görəcək bəşəriyyət üçün. Gəldi adamlarını axtardı. Bu yerin yiyələri kimlidir? Ləbən İnkilab qəbiləsi filan. Əsəd filan qəbilələrin adı var. Olan torpağıdır. Çağırdı olan böyüyünü, yekələrini. Neçə edirsiniz bu torpağı? Məsələn filan qiymətə düdücə verin. Verdi pulunu torpağı aldı. Ay Hüseyin bu torpağı niyə alırsan? Bura mənim ibadət yerimdir. Namaz qılanın məkanı yeri nə olsun? Qəsb olmasın. Mən qəsbi yerdə qan tökmürəm. Mən hələ belə qan tökmürəm. Bu qan ki tökürəm yerə, mınnan insanlar diriləcək. Əcəb. 6 aylıq uşağın qanı var bu Qur'anın dibində.
Oturup insan gelip fikirləşsin, bu ne boyda məktəbdir? Bizim Əhl-i Beyt məktəbinin kökündə 6 aylıq uşaq qanı var. Bu elə belə məktəbdir. İndi durubla ayağa bu məktəblə vuruşurlar Azərbaycanda. Yay Vəhhabiliyin kefiri. Yaşıl ışıq yandırılıb Vəhhabilər üçün. Bütün kanallar hamısı Vəhhabiliyi təbliğ edirlər. İmam Hüseyin, elə, neyi necəysən? Görüm onların məktəbinin kökündə kim var? Siz bu məktəbə heç bir qələt edə bilməyəcəksiniz. Çünki bu məktəbin kökündə çox bahalı dəyərlər var. Varlığın sirləri bu məktəbin kökündədir. Allah Teala buyuruyor ki, biz heç bir peyğəmbər olmadı ki, bir qövmə göndərək, iki şeydən başqa, iki şey üçün göndərmişik bu peyğəmbərləri. Ne üçün? Ən ya'budullaha, insanları Allah'a ibadətə sürükləmək üçün, insanları Allah'a ibadət elətdirmək üçün bunların misyası. Bu bir. İki, vəctənibut tağut. İkinci də tağutdan insanları çəkindirmək üçün. Tağuta tərəf yox, Allah'a tərəf çəkindirmək üçün. İki dənə dəyər. Bu Kur'an'ın dəyəridir. فَمِنْهُمْ مَنْ هَدَ اللّٰهُ Allah bir onlardan bəzisini Allah hidayət elədi, o peyğəmbərlərin gəlişi ilə insanların bəzisi adam oldular, hidayət oldular, keçdilər Allah tərəfə. Və minhum mən həqqət əleyhi zəlalə. Bəziləri də zəlalətə düşdülər. Dalıca mısın nedir Allah? Fəsiru. Əcəb, Kur'an'ın bir danışığı var. Dəhşət danışığı var da Kur'an'ın diyalektikası deyirlər bunu. Ləhcəsi deyirlər bunu. Kur'an'ın danışığına baxırsınız. Tirədə fəsiru nöş baxmırsınız. Fəsiru nöşü seyr eləmirsiniz bəs. Ağıllılar. Niyə seyr eləmirsiniz ki? Fil ərzi yer üzündə fənzuru keyfə kənə aqibətul mukazzibin. Yalan danışanların aqibəti necə oldu? Niyə görün? Yeziddən dərs almırsınız. Muaviyədən dərs almırsınız. Harundan dərs almırsınız. Firondan dərs almırsınız. Nəmruddan dərs almırsınız. Şəddaddan dərs almırsınız. Əbu Ləhəbdən dərs almırsınız. Filani və ilaxir. Allah Teala deyir, bunları görmürsünüz ki, bunlar gəlirdilər mənim bəndələrimi, mənimlə bəndələrimin arasında divar tikirdilər ki, mənim bəndələrim mənə yox, bunlara ibadət eləsin. Görmürsünüz bunların aqibəti nə oldu? Niyə dərs almırsınız? Bir dənə də söz deyirəm burada, uzun oldu söhbətimiz. Qalibiyyətlə məğlubiyyətin fərqini istəyirəm deyəm burada. Dünyəvi insanlar var ha, onlar qalibiyyətlə məğlubiyyəti başqa cür ölçürlər. Ölçünü istəyirəm, Kur'an'ın ölçüsünü istəyirəm deyəm. Bax, adi insanlar iki tərəf müharibə eləyir, dalaşır. Adi insanlar qaliblə qeyri-qalibi neynə seçirlər? Meyyar nədir? Məsələn, mənlə bir nəfər dava eləyib, mən vurmuşam, onun iki gözünü də şişirtmişəm. Dişlərini də sındırmışam. Düz deyil, çox şey əzmişəm də onda. Onun üzərində çox yerləri əzmişəm. O da məsələn bir yumruq vurub, mənim bir dişim sınır. Mənə qoyurlar tərəziyə cəmaat, bu az zərər görüb deyənə, bu qalib tərəfdir. Çox əzilən tərəf nədir? Məğlubdur. Ringdə, ring, boksda. Neynə ölçürlər? Udarın sayı ilə ölçürlər də, düz deyil. Kim neçə dənə çox vurdu? Adi məntiqdə, dünyəvi insanların məntiqində budur. Dünyəvi insanlar belə baxırlar məsələyə ki, kim daha çox ziyan vurubsa qarşı tərəfə, o qalibdir. Quranda da belə ölçülür qalibiyyət. Yox. Necə ölçülür? Həqiqi qaliblə, qeyri-həqiqi
qalibin. Fərqi bilirsiniz nədir? Kim hədəfinə nə qədər çatırsa o qədər qalibdir. Yezidin hədəfi nə idi? Yezidin hədəfi ilahi dəyərlərin cəmiyyətdə unutturmaq idi. Ona görə İmam Hüseyin Aleyhisselam demir, mənim Yezidlə problemim var, deyir, mənim Yezid kimilərlə problemim var. Fərqli şeylər var. Dəyərlər var burada. O tərəf nə istəyirdi? Cəmaat içki içsin, çünki özü də içirdi. Müsəlman aləminin böyüyü idi. İstəmirdi ki, onu qınasın cəmiyyət. O istəyir ki, hamı onu içsin ki, daha onu heç qınaya bilməsin. Bu gün də bəzi cəmiyyətlərdə, cəmiyyətin başında gedən adamlar əxlaqsızdılar deyənə, ailə əxlaqı yoxdur deyənə bunlarda, onların həmişə maraqlıdır ki, Yezid kimi cəmiyyətdə də ailələrin infrastrukturu pozulsun, Azərbaycan cəmiyyətində ailə institutu dağılsın, ailələr olsun əxlaqsız, dədə qıza söz deyə bilməsin, qardaş bacıya söz deməsin, kim nə istəyir onu eləsin, nə üçün özləri qınaq vasitəsinə çevrilməsinlər deyə. Yezidin məntiqidir də bu. Yezid də Peyğəmbərin yerine çıxıb dırmaşıb oturmuşdu. Orada otura içki içə bilməzdi. Təbii ki, cəmaat görürsən Peyğəmbərin yerində oturmuşsan, haram iş görürsən. Bu necə rəhbərdir, bu necə xəlifədir ki, Quranın haram buyurduğu işi eləyir. Onu o deyirməsin deyənə, şeir deyirdi. Mən qınamıyorum məni, Yezidin şeiridir bu. Bədbax oğlu, bədbax. Şeirinə baxın. Deyirdi ki, ərəbcədir şeir, tərcüməsi budur. Deyir, məni qınamıyorum ki, mən şərab içirəm. Mən şərabı içəndə çıxıram İslam dinindən, Məsihi dinində içirəm, qayıdıram İslam dinindən. Bu, hər nə boynadır da bu. Bəzi adamlar da bugün var, elə hər nə boyna yaşayırlar. Buradandır, oradandır, orada. Baş açmaq olmur, nədir, İngiliz bayrağı. Bu Yezid məntiqidir. Bir sifətdə yaşamaq Hüseyn məntiqidir. Bir sifətdə yaşamaq Hüseyn ardıcılı olmaqdır. Cildən cildə girmək Yezidin məntiqidir. Ona görə İmam Hüseyin məktəbi bir ciddi insanlar yetişdirir. Ona görə Hüseyinlə düşməndilər. Çünki bir ciddi insanlar sərfələmir bugün cəmiyyətdə. Bir ciddi insanlar olanda bunlar çox şeylərini sata bilmirlər, bunların bazarları bağlanırdı, narkotikan kimi satsın. Kimi əxlaqsız eləsin? Hüseyin məktəbi qiyamətə qədər bu məktəbi Allah yaradır ki, bəşəriyyətin yolu itməsin. Bəşəriyyət yolunu azmasın. İki dənə dəyər. Biz İmam Hüseyin Aleyhisselamın həyatına baxırıq, Kərbalada bıramarıq. İmam Hüseyin Aleyhisselam imkan vermədi o dəyərlər değişsin. O dəyərləri saxladı. Qanı ilə dəyərləri saxladı. Yəni, Yezid məqsədinə çata bilməyib əslində. Düzdür, uşaq vırıb. İmam Hüseyni fiziki olaraq aradan aparıb. Balalarını fiziki olaraq aradan aparıb. Adamları qırdılar, kəsdilər, doğradılar. Tərəfdarlarını da oğrusu əsrlərdə incidirlər indiyə qədər. Amma İmam Hüseynin hədəfi ki var idi ya, insanlığın dəyərini saxlamaq. Onu heç kəs məğlum edə bilmir. Ona görə İmam Hüseyin həmişə qalib. Hüseynin qalibiyyəti buna görə. Hədəf baxımından biz həmişə qalibik. Düşmən heç vaxt hədəfinə çatmır. Baxın hadisələrə, dünyaya baxın. Görün bir dənə düşmən öz hədəfinə çatır, dağıdır, şəhid eləyib, şəhid eləmişsən, əcəb eləmişsən. Onu Peyğəmbər də deyir ki, öldür də bizdə. Uhudda, Bədirdə cəmaat şəhid olurdu. O Peyğəmbər narahat idi. Biz fəxr edirik ki, biz Hüseyin yolunda şəhid oluruq. Biz bir dənə fəxr edirik. Biz sizin məntiqdə deyirik ki, ağlayar dünyamızı dəyişmişik. Sən bir dənə dünyadakı çöhrələrə bax, İslam Qəzza cəmaatının üzünə baxırsan, balası ölüb üzü gülür. Deyir ki, ilahi pərverdigarım, sən vermişdin, sən almışsan, tək olsun. Sənə rizam verəcək.
Bu Hüseyn məktəbidir. Amma dünyapərəst ölkələrdə var, balası ölür, öldürür özünü orada. Əqidə yoxdur. Düşmən üçün qorxulu tərəf bilirsiniz nədir? Əqidə. Biz müsəlmanlar inanclarımıza sahib çıxdıqca düşmən üçün qorxulu çöhrüyə çevrilir. Biz İslami dəyərlərə sahibləndikcə, sahib çıxdıqca düşmən üçün biz qorxulu bir dənə kabusa dönürük ki, bunlar niyə belədirlər? Dünyanın bütün məntiqlərini sındırır bu. Şəhidin məntiqi ümumiyyətlə Quran-ı Kərimdə Allah necə danışır şəhiddən? Allah dəhşət danışır bu. Allah deyir ki, siz nə danışırsınız ağzınıza gələn? Və la təhsəbənnəl-ləzinə qutilu fī səbīlillah. Mənim yolumda ölənlərə hünəriniz hardan sizin deyirsiniz ölüdür? Onlar ölü deyil, onlar diridir. Bəl əhyâun ində rəbbikum yurzəqun. Heç şeydə belə danışmır Allah Quranda. Şəhidə gələndə bilsin neydir Allah Quranda. Bu ayələrin ruhunu oxuyasınız kaş. Yüzdən oxumaqla deyir. Həzir, mən 10 dəfə Quranın tərcüməsini oxumuşam. Nə olsun 10 dəfə oxumuşam? Dur, oxuyub çıxırsan başa. Hələ bilsin ki, İslamda danışmağa sənə uyğun var. Oxumuşsan, ruhunu oxumamışsan Quranın. Ayələrin ruhu var, qardaş. Kağızından getmiş söhbət. Sən bu ayənin ruhuna bir dənə bax. Allah fəryad edib bu ayədə. Və la təhsəbənnəl-ləzinə qutilu fī səbīlillahi ənvata. Bəl əhyâun ində rəbbikum yurzəqun. Siz kimsiz ki, mənim yolumda, mənim mənəvi dəyərlərim uğrunda fədakarlıq edib canından keçənləri siz kimsiz ölü sayırsınız? Ölü özünüzsünüz. Siz torpağın üstündə yiyib, yatıb, yerib, kef eləyib, hələ bilirsiniz, dirisiniz. Diriliyi neyle hesab ediyorsunuz? Pulun var, hələ bilsən dirisən. Sən bahalı maşın sürürsən, hələ bilsən dirisən. Düşüncələrin hardadır? Deyirəm, mənə deyim sənə dirisən, yoxsa yox. Düzün yanında ola bilirsən, səni mən diri hesab edeyim. Quran deyir, düzün yanında ol, diri. Sən düzün yanında ola bilmirsən. Mənfəətini alədə orada, sonra da dirilikdən danışır. O dirilik, itdə də var, pişikdə də var dirilik. İnsanlıq diriliyindən söhbət gedir. Allah deyir, mənim yolumda ölənləri siz hardansınız? Bu belə cəsarət tapıb düzsün onlara ölüdülər. Onlar diridirlər və mənim yanımdadılar onlar. Şəhadət, gör, nə boyda bir dənə dəyərdir. Ki Allah Teala o hərəkətə, fədakarlığa şəhid adı verilib hədisdə. Şəhid yəni niyə? Şəhid yəni kim? Şəhid yəni özünü Allahın hədəflərinə qurban verir və bu qurbanın müqabilində Allah onu bütün yaratdıqlarına şahid qərar verir. Şəhid gəlir bu aləmə şahiddir. Bütün yaradılışa şahiddir. Mən nəyə şahidəm? Bu aləmdən nələrə şahid olmuşuq? Mən deyim də nələrə şahid olmuşuq? Yeməyə, bozbaşa və salam. Bozbaşın şahidiyik biz. Kababın şahidiyik biz. Boş-boş oturub kabab yiyib laqlağa vurmağın şahidiyik biz. Bir də həyatımıza baxan görək, biz hansı yuxarı dəyərlərin şahidi olmuşuq? Həyat axır gedir boş-boş. Ömür çox qısa. Amma oğlanlar var ki, bu aləmdə böyük karvana imza atırlar. Böyük kişilərin yanına gedib otura bilirlər. İmam Hüseynin 72 nəfəri böyük bir şəxsiyyətlərdir. Mən bu sözümdən itmam edirəm. Ağanın öz cümləsidir. İmam Hüseyin Aleyhisselamın öz mübarək dodaqlarından çıxıb gəlmə. Həzrət buyurdu ki, heç bir peyğəmbər, heç bir imam, heç bir rəhbər mənim yanımda Kərbəlada şəhid olanlar boyda deyil heç kəs. Mənim sahabəmə çatan sahabə olmayacaq. Bilirsiniz nə üçün?
Çünki orada hüccət itmam olmuşdu. İmam Hüseyin ağa neçə min adam var deyirlər, neçə gün əvvəllərdə. Həzrət Sabırdan hamısını yığdı, dedi, bunların davası mənləndir. Ruhunuz o boyda döyürsə vuruşmağa, azad edirəm sizi, çıxın gedin. İcbarı deyil məsələ. Mən istəmirəm, insanlıq tarixində mənə desinlər ki, saldı cəmaatı üzə verdi qırğına. Mən o kişilərdən deyirəm, istifadə edin, cəmaatı verim qırğına. Gedin, azad edirəm. Baxdı gördü ki, utanıb, üzüzdən utanır axı. Mən görmüşəm, ehsanı utanıb eləyən adamlar. Eləmirə, canından gəlmir sənə. Utanır, verir. Bir də var, insan canından gəlir ehsan eləmək. Həzrət baxdı, gördü, bunlar utanırlar. Həzrəti Əli Əkbərə dedi ki, oğlum, söndür bu məşəlləri. Bu zatları, çıraqları, utanırlar bunlar. Götürdü İmam Hüseyin Aleyhisselamın, ay Allah-u Ekber, insanın nə boyda həyası olarmış. İmam Hüseyin Aleyhisselam əbasını da keçirdi başına. Attı başına ki bunlar arxain olsunlar ki imam onları görmür. Dağılışsınlar. Böyle bir səsküy gəldi, şarşarşında dağılışsınlar. Hamısı getdi. Bir məntəqədə baş verir bu hadisə. Həzrət daha gördü səscəmiz seçilir, dedi indi yandır. Işıqları yandırdı, gördü 72 nəfər adam çəkir, baxırlar İmam Hüseyin. Apara adam özünü o səhliyə bilir. Heç bir tərpənmir, baxırlar. İmam dedi ki, gedin də sizi də azad edirəm. Həqiqətən beyyəti götürdüm sizdən. Zarafat eləmir, deyə doğrudan deyil. Yəni qiyamətin günü mən sizdən şikayətçi olmayacağam. Mənə imkan verin, mən tək başına bundan mübarizə aparım. Gördü, getməyəsiniz. Orada bir neçə nəfər qalxdı söz dedi. Biri dedi, ya Hüseyin, Züheyr qalxdı dedi ki, Hüseyin can, sən nə danışırsan, hara gedir? Mən gün saymışam, zaman saymışam. Gül kimi əhli əyalıma təlaq verdim mən. Cavan ailəsini təlaq vermişəm. Anamı mən yola salmışam. Mən malımı, mülkümü bölmüşəm, vərəsələrə paylamışam. Gəlmişəm sənin yoluma, hara gedim, hara qayıdım? Mənə desən, gel, hara gedim mən? Mən bura gəlmişəm. Biri qalxdı, bir sözü biri. Bulağın içindən bir dənə Həzrəti Əbəlfəz qalxdı. Ağa buyurdu ki, Hüseyin can, əgər məni sənin yolunda 1000 dəfə doğrayalar, dirildələr, mən səndən getmərəm, cüda edəmərəm Hüseyin can. 1000 dəfə məni qətə doğrasalar, mən sənə yox demərəm. Bilsən niyə yox demərəm? Yəqin bilirəm ki, sən Allahın yer üzündə nümayəndəsisən. Mən getmərəm. Həzrət buyurdu, indi ki getmirsiniz, imtihan verdiniz, məqamlarınızı mükaşifə elədik Həzrət İmam Hüseyin Aleyhisselam. Mən indi barmaq deyirlər, falan deyirlər ki, barmağın arasından mükaşifə, imamın o gücü var, elmi, imamətlə mükaşifə elədi bunların, aqibətlərini göstərdi bunlara, beşdə. Aqibətini göstərəndə gördü ki, Həzrət Əbəlfəz baxmır. Yuxarı eşkilir. Maraqlı deyir o cənnətdə nə verəcəklərə. Həzrət buyurdu ki, bəs sən niyə sevinç hissi filan yanmısan? Hava buyurdu ki, mən neydən behiştim? Behiştin sən. Salavat Peyğəmbər. Sənin cəmalın behişti Hüseyin. Sənin cəmalın behişti. Esselamu aleykum və rəhmətullah və bərqatillâmin. Əbə Abdillahil Hüseyin tabi ruz qiyam-ı qiyamət nidam-ı lənət var. Düşdü Əbəlfəzin adı dillərə, düşdü Əbəlfəzin adı
kesilen ellere ey ehli beyte sekka ebel fez babul hevaiz Mevla ebel fez ile bunu değil ey ehli beyte sekka ebel fez babul hevaiz Mevla ebel fez Ya ehli beyte sekka ebel fez babel hevaiz Mevla ebel fez Ey adı sekka eşşana Ey adı sekka eşşana Kavni kerem menbeyi ihsana Parsalanan komşu ve kurbana Deryayı fezlin mena ebel fez Deryayı fezlin ebel fez Düştü ebel fezlin adı dillere Şiye feda ol kesilen ellere Şiye feda ol kesilen ellere Ey ehli beyte sekka ebel fez Babel hevaiz Yani. Atası heyden nuri beser Zan ağam eşkünden üreşer eser Derdi olan oldu ve kurban keser Eyle muradin Erza ebel fez Eyle muradin Erza ebel fez Düştü ebel fezlin adı dillere Düştü ebel fezlin adı dillere Şiire feda ol kesilen ellere Şiire feda ol kesilen ellere Sekka ebel fez Ambul hevaiz Mevla ebel fez Ey giyen eşiyle vefa damesin Giyen eşiyle vefa damesin Çok beğenen didel bedamesin Parçaladın düşmen eman namesin Ettin Yezid'e rüsva ebel fez Ettin Yezid'e rüsva ebel fez Düştü ebel fezlin adı dillere Düştü ebel fezlin adı dillere Şiire feda ol kesilen ellere Şiire feda ol kesilen ellere Ey ehli beyte sekka ebel fez Ey ehli beyte sekka ebel fez Babel hevaiz Mevla ebel fez Kolları kalın. Kolları kalın. Beşki yoklana. Beşki yoklana. Adıma kurban. Oğluma kurban. Zeynep'i Yasir. Oğlu yolan. Yallah. 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 Gideyim Ahmet.
güruhun belam Allah'ıma. Şiyelerin Hazreti Abbas'ıma. Hamsi güruhun belam Allah'ıma. Şiyelerin Hazreti Abbas'ıma. Serdeye baş görse tamaşasıma. Şiyelerin Hazreti Abbas'ıma. Serdeye baş görse tamaşasıma. Şiyelerin Hazreti Abbas'ıma. Sesledin sen beni dade kardeş. Sesledin sen beni dade kardeş. Aç gözün geldim imdade kardeş. Yatma ruhi revanıma belfet. Yok yürekte devanıma belfet. Bir penahem, bir penahem, bir penahem, bir penahem, bir penahem, bir penahem. Sesledin sen beni dade kardeş. Aç gözün geldim imdade kardeş. Sesledin sen beni dade kardeş. Aç gözün geldim imdade kardeş. Yatma ruhi revanıma belfes. Yok yürekte tavanıma belfes. Bir penahem, bir penahem, bir penahem, bir penahem. Takatim yoktu derdim feragat. Hüsneden yetim bir dadaga. Düşmenim el çalır dur ayağa. Bir kesim yoktu sehrada kardeş. Düşmenim el çalır dur ayağa. Bir kesim yoktu sehrada kardeş. Sesledin sen beni dade kardeş. Aç gözün geldim imdade kardeş. Sesledin sen beni dade kardeş. Aç gözün geldim imdade kardeş. Yatma, yatma ruhi revanıma belfes. Yok yürekte devanıma belfes. Bir de yatma ruhi revanıma belfes. Yok yürekte devanıma belfes. Bir penahem, bir penahem, bir penahem, bir penahem, bir penahem, bir penahem. Bir nezer eyle bu bir penahem. Bir durun dönüş siyahe. Duraya vacede şimegahe. Sal susuz kızları yade kardeş. Düşmenin el çalır dur ayağa. Bir kesim yoktu sehrada kardeş. Sesledin sen beni dade kardeş. Aç gözün geldim imdade kardeş. Sesledin sen beni dade kardeş. Aç gözün geldim imdade kardeş. Yatma ruhi revanıma belfes. Yatma ruhi revanıma belfes. Bir penahem, bir penahem, bir penahem, bir penahem, bir penahem, bir penahem. Tez geldim meşgutun sen özünden. Çıkmadın tarihinde sözünden. Sandığı büsbelak sal gözünden. Gelmişem gör nefer yade kardeş. Sandığı büsbelak sal gözünden. Gelmişem gör nefer yade kardeş. Sesledin sen beni dade kardeş. Aç gözün geldim dade kardeş. Bir de sesledin sen beni dade kardeş. Aç gözün geldim dade kardeş. Yatma ruhi revanıma belfes. Yok yürekte devanıma belfes.
Kalmışam tek bu dünyada kardeş. Kaldı benim kardeşim var. Kalmışam tek bu dünyada kardeş. Sesledin sen beni kade kardeş. Aç gözün geldim kade kardeş. Yazmalı pehlivanime belfez. Yavrum temanime belfez. Bir penahem, bir penahem, bir penahem, Bir panahem, bir penahem, bir penahem, bir de bir panahem. bir penahem, bir penahem. Bana kızına vur. Ya imam-ı zaman, şiye sasema. Ya imam-ı zaman, şiye sasema. Cilve-i perçemi Hazreti Abbas'a. Cilve-i perçemi Hazreti Abbas'a. Oldu kollar kalem, ta uzalsın elem. Oldu kollar kalem, ta uzalsın elem. Ya evvel fes, ya evvel fes, ya evvel fes, ya evvel fes. Ya İmam-ı Zaman, Şiye'de ihsasa bak. Ya İmam-ı Zaman, Şiye'de ihsasa bak. Cilve-i perçemi Hazreti Abbas'a bak. Cilve-i perçemi Hazreti Abbas'a bak. Oldu kollar kalem, ta uzalsın elem. Oldu kollar kalem, ta uzalsın elem. Ya evvel fes, ya evvel fes, ya evvel fes, ya evvel fes. Anamız Fatime, İlhamının serveri. Anamız Fatime, İlhamının serveri. Kimdi senden sonra ismimizin daveri? Kimdi senden sonra ismimizin daveri? Sinezenler salar yâde uzun elleri. Sinezenler salar yâde uzun elleri. Oldu kurban diyen kolu olmuz eli. Oldu kurban elim kolum bul beni. Oldu kurban elim kolum bul beni. Ya evvel fes, ya evvel fes, ya evvel fes, ya evvel fes. Bugün o aşıklar servere kurban diyer. Bugün aşıklar ol servere kurban diyer. Telafi Fatihi Heydere kurban diyer. Telafi Fatihi Heydere kurban diyer. Şiye perçem tutan ellere kurban keser. Şiye perçem tutan ellere kurban keser. Adı dillerdedir, elem ellerdedir. Adı dillerdedir, elem ellerdedir. Ya evvel fes, ya evvel fes, ya evvel fes, ya evvel fes. Kolları kalem. Kolları kalem. Meşki yoklanan. Adıma kurban. Adıma kurban. Ey Şah-ı Merdan oğul. Ey Şah-ı Merdan oğul. Ümmete kurban oğul. Ümmete kurban oğul.